Ən çox eşitdiyim, amma ən təhlükəli cümlə: mən hamını razı salmağa çalışıram. Bu adi xasiyyət deyil. Bunun arxasında böyük bir qorxu yatıb. İtirmək qorxusu, başqaları tərəfindən sevilməmək qorxusu, təsdiqlənməmək qorxusu, tək qalmaq qorxusu. Mənim haqqımda danışanda desinlər ki, nə yaxşı insandır. Bəzən bunu övladlarına belə tövsiyə edirlər. Amma nə qədər böyük itkilərə səbəb olduğunu adətən 60-70 yaşında anlaya bilirlər. Neymirsən elə, kimlərsə səndən narazı qalacaq. Bəzən çox razı salmağa çalışdığın adamlar səndən elə narazı danışacaqlar ki, qəlbin çox qırılacaq. Bəzən işdə səndən narazılıq eləyəcəklər. Bəzən yaxınların səndən soyuq danışacaq. Bəzən səni kimlərsə istəməyəcək. Hamını razı salmaq əslində özünü itirməkdir. Çünki bu deməkdir ki, sənin sərhədlərin olmayıb. Sən hamıya bəli cavabı vermirsən. Sən hamının gözündə yaxşı olmaq üçün öz ehtiyaclarını boğursan, duyğularını bastırırsan və bu təbiidir ki, gedərək ya psixosomatik ağrılarla, ya panik atakla, ya da depressiyayla, durduğu yerə stresə düşməklə, səbəbi olmadan qəzəblənməklə, qəzəbini kontrol edə bilməməklə, haralardasa görəcəksən ki, bu içinə atmaqların axır ki səsi çıxır.